Salam əziz müəllimlər. Bugün mən sizə MİQ-ə aid 10 mixed test izahı verəcəm. Birinci testimizdə bizdən doğru artiklı uyğunlaşdırmağı istəyib. Second World War ended in year 1945. Bizim cümlədə deyir ki, 2-ci Dünya müharibəsi 1945-ci ildə başa çatdı. Tarixi hadisə, müharibə adları ümumiyyətlə D artiklı ilə verilir. Ona görə B ilə yeni çıxırıq. Əgər biz burada ili, year sözü burada konkret bir il kimi göstərilirsə, deməli onu da D ilə verəcəyik. Doğru variantımız D variantı. İkinci testimizdə bizdən doğru yəlik alı seçməyimizi istəyir. The maid cleaned the hotel room. Building üstəgəl room verilərsə biz onu apostrof ilə verə bilmərik. Səhvdir bir. İkincidə yəlik al vəziyyəti yoxdur. Üçüncüdə car door. Bəli. 3 düzdür. 4-də Scotland climate apostrof ilə verilib. 4 düzdür. 5-də companies management apostrof ilə verilib. 5-də düzdür. 3, 4, 5 D variantı. Üçüncü testimizdə hansı cümləmiz məchul növdə deyir? Məchul növ dedikdə biz deməli hansı cümləni hesab edirik? To be üstəgəl V3 forma. A variantında to be üstəgəl V3 forma verilib. B variantında to be üstəgəl V3 forma verilib. C variantında to be üstəgəl V3 forma verilib. D variantında to be üstəgəl V3 forma verilibdir. Amma burada agent yoxdur. Formaca agentlik yoxdur. Yəni kim tərəfindən yoxdur. Ona görə D variantımız səhvdir. Y variantında da yenə də to be üstəgəl V3 forma verilibdir. Deməli bu testimizdə bizdən the past participle used, yəni feilin üçüncü formasını istəyir. Birinci testimizdə have you ever seen a force destroyed? Bəli, üçüncü forma kimi verilibdir, bir düzdür. İkincidə keçmiş sadə formasına verilib, səhvdir. 3-də keçmiş sadə formasına verilib, səhvdir. 4-də is the last poem. Aha, burada da üçüncü formasında verilib, 4-də düzdür. 5-də də deməli keçmiş zaman formasında verilib, keçmiş sadə zaman formasında verilib, səhvdir. 1, 4 deməli A variantı. Bu testimizdə bizdən hansı variantımız bizim conditional mood deyil? Deməli A variantında bizim bəli düzdür. A düzdür. B-də vuruyor. Bəli, bu da deməli conditionaldır. Yəni second conditional. 3-də your address I sent you. Üçüncü conditionaldır. 4-də D'də D variantında səhvimiz var. Çünki where to verilibdir. Where to bütün feillərlə işlənmir. Burada no feili demək olar ki state verb sayılır da. Məsələn, bunun kimi feillər var ki, believe, sing, remember. Yəni, bu feillər vəziyyət və düşüncə bildirir. Ona görə də bu feilləri where to ilə işlətmək olmaz. Məsələn, bu belə olmalıydı burada. If I knew your address. Belə verilməliydi. D variantımız səhv variantı, Y variantı da düz verilibdir. Bu testimizdə she said to me if I were you I would buy a summer house. Bu feili report the following sentence'ini tapmalıyıq.
Deməli, A variantında burada olmalıydı. Belə told me. Burada da olmalıdır she were. A variantı səhvdir. B variantında da told me burada düz verilib. Burada da ki pronoun səhvi var. She were olmalıydı. C variantında told me she were olmalıydı. D variantında told me she were bəli. D variantımız doğru variantdır. Y variantı da səhvdir. Yenə də told me she were olmalıydı. Doğru variant D variantı. Okay, bu testdə bizdən complex clause istəyir. Yəni complex clause mürəkkəb cümlə deməkdir. Yəni əsas və aslı tərəf olan cümləyə deyilir. Yəni o da hansı bağlayıcılarla when və yaxud because, also. Keçirik variantlarımıza. A variantında sadə quruluşlu cümlədir. Bunu götürmürük. B variantında but var. But kompleks clause ola bilməz. İki müstəqil cümləni bildirir. C variantında da but var. O da elə. D variantında da but var. Doğru variantımız Y variantıdır. Bağlayıcı when'dir və 60-cı testimizdə there may be other reasons that we don't know about. Bağlayıcı istəyir bu cümləmiz. Burada bizim bilmədiyimiz başqa səbəblər də ola bilər. Yəni burada biz bu boşluğa elə bir bağlayıcı qoymalıyıq ki, yəni baxmayaraq, amma mənası verən bağlayıcı qoymalıyıq. A variantını çıxırıq. In spite of-dan sonra ya isim işlənməlidir, ya da ki gerund işlənməlidir. B variantı however. Baxmayaraq ki, amma bəli, B variantını götürə bilərik. However-dan sonra mübtədə xəbər quruluşu da olur. C variantı even if götürə bilmərik. Hətta deməkdir, şərt bildirir. D variantı the more müqayisə bildirir. Bu cümlədə müqayisəlik yoxdur. Y variantı no matter, ümumiyyətlə belə tipli cümlədə olmur. No matter nə olursa olsun deməkdir tərcüməsi. Həm də ki o, who, what, of bu cür işlənir. Doğru variantımız B variantıdır. Bu testimizdə bizdən pronoun, yəni əvəzlikləri yerləşdirməyimizi istəyir. Dickens grew into a young man who, through the sheer fertility of boşluq creative genius, transformed boşluq into the most famous writer of his age. Bu tərəfdə sifət isim işləndiyinə görə his götürə bilərik. B, Y getdi. Burada da qalır hisdən sonra isim olmalıdır. Düzdür, iki tərəfdə də his həm aslı, həm də müstəqil əvəzlikdir. Bu tərəfdə də transformed him. Belə olacaq. Deməli, Dickens öz yaradıcılıq dünyasının böyük məhsuldarlığı sayəsində gənc bir insana çevrilərək öz dövrünün ən məşhur yazıcısına çevrildi. He is him, A variantı. Bu testimizdə Mr. Williams is boşluq strict teacher. No one likes to take his classes. Burada A variantı səhvdir, struktur düz deyir. B-də müqayisəlik yox, C-də komparativ yox, D-də də ki bərabərlik yox. Doğru variantımız Y variantı. Such a strict teacher that no one likes to take his classes. Yəni cənab Williams elə sərt müəllimdir ki, onun dərslərində olmaq istəmir heç kim.